Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Selamun aleyküm ve rahmetullah. Artıq Aşura günüdür. Əziz qardaş və bacılarımız. İmam Hüseyin Aleyhisselatü Vesselamın özünün və tamam ətrafında olan hər bir kəsin şəhadata çatan günüdür. İmam Hüseyin Aleyhisselatü Vesselam Aşura günündə də bizə yol göstərir, gözəl bir yol göstərir. O yollardan biri də budur ki, düşmənlə, təcavüzkarla necə danışasan və nə cür şəhamət göstərəsən, onların qarşısında əyilməyəsən. Həzrəti İmam Hüseyin Aleyhisselatü Vesselam özü ən kiçik, yaşda kiçik əskərindən tutmuş, ən yaşlı əskərinə qədər özü də başda olmaqla bizə bunu öyrədir ki, kim olursan ol, heç vaxtı Allahdan başqası üçün əyilməyəsən. İmam Hüseyin Aleyhisselatü Vesselamın Kərbəla məktəbi bizə düşmən qarşısında dik durub, ona şəhamətlə cavab verib, harda olduğumuza baxmayaraq, kimlə olduğumuza baxmayaraq, daima ona layiqli cavab verməyimizi bizə öyrədib. Vəssalamu aleykum və rəhmətullah.